Kekli beçe hazırlayıram, kekli. Bugün ayın çıdır. Gəlməni gör dərdindən. Bugün ayın çıdır değilim. Ay, biskə yaman dedin amma ha. Qıpqırmızı kına kimi. Roxan neyinirsiniz? Hatta indi Neyim söhbətimizə ben? biləsiniz ki, Hazırlaşıram Ayşən. Qeydlər aparmışam. Çəkiliş edirsən. Bəli Roxan. Sən öyle. Bunları işlədim. Çox işləyəmir. Gedək, yemək bişirək. Birazdan qonaqlarım gələcək. Həmişə kimi iş başında. Yox, bu dəfə sevdiyim. Hər zaman mənim sevdiklərim gəlir. Mənim evimə sevmədiyim insan gələ bilməz. Heç nəsə verirlər. Amma bu günləri çox sevdiyim bir balamız gələcəkdir. İlhamcıq Moskvada yaşayır. Amma qonaq gəlib gedim onun üçün bəzi şeylər var, öz əlimlə hazırlayıram. Kekli beçə hazırlayıram, kekli. Dəfadan içib keklənəcək, amma bunu təbii ki, gələnlərin içində namaz qılan yoxdur. Bunun heç nəyə qalmışdır, çok yedim. Digər bunun sonunu yiyəcəm də sonunu. Elə bilməyin ha, bu belə xırmaca da olacaq. Yox, Ayşənlə olacaq. Gəlməni gör, dərdimdən gör. Bu belə. İndi başlayıraq göyərtmə. Bir 2 saat bundan əvvəl bükdüm, belə xırda-xırda pişirdim. Bu hazırdır. Cincirimdə var, şomuda var, dağ küşnisi də var. Bu gün ləzzətli bir dənə gördü kabı. Bilməm ki, balamız xoşlayır. Bir əziz qardaşım var, o da kekli beçə xoşlayır. Onun üçün də kekli beçə hazırlayıram. Evimizin əzizidir o da. Demək ki, güyər. Bu şomu. Sonra dağ kişnişi mütləq. O cincirim yiyir. Dağ kişnişi mütləq. Onun tatlağını yiyələyəm. Yuyulub hazırlanır. Biz bilirsiniz də bunu belə kökünü çox qırmırıq. Özümüz hazırlayanda kökləri biraz çıxardırıq. Oy, bu neyinə mən? Görün mənim izləyicilərimdən bundan kemal hazırlayır, saxlayır. Allah, udarsızdır mən dediyim elədir. Bilirsiniz, hər şeyin yanında ləzzət. Lobiya bişirir və lobiya da vurur. Görün necə dadlı olur. Göy bişirirsiniz, göyə da vurun. Soğan. Bu da pendirimiz. Pendirlərimiz buranın elə, onu salıyam. Ayşən, bu hazırdır. Bəli. Ay Allah, nə gözəldir. Bunu yoxlayıraq, görüm sarğı tam qızıb ya yox. Pendir içinə yağ qoyacağım, pendir qoyacağım, verəcəm Ayşə dümürək, özələ bunu dümürək. Hüsayını bəyət deyil ki, bəziləri var mı? Kəndçiləri bəyənmirlər. Xeyir, değil mi? Kəndçi göy əkir gətirir, meyvə əkir gətirir, tərəvəz əkir gətirir. Yeyirlər kəndçin var. Kəndçini də bəyənmirlər. Hüsayını sən elə bilmək, orada bakımlar deyil, ya o kəndçilərin özləridir. Orada o, üzr istəyirəm, qanından çıxdığını bəyənməyənlər. Hamısının kökünü axtarsan, hansısa rayona, harasa gedir bağlanır. Mən tanıyıram da Bakılardan dostluq edirəm, Bakılarda elə şey yoxdur. Hamısı elə bir neçə ildir burada yaşayanlar. Təsəvvür elə, Məhəmməddən Həsən səhəri günü tozu bəyənir. Nətər olar? Kəndçin bəyənir, elə şey olar. Lalə el örüyədir də, belə sabrımən örüyədir də. Ay, biskə yaman dedin amma ha, az dedin, saz dedin. En çetin işleri bence kepçiler Əlbəttə. pişirir. Bəli canım, bəli.
Əziyyəti, zəhməti hər zaman qiymətləndirmək lazımdır. İftəxar adamlardır da, bəyənmirlər. Allah gör onları bəyənirmi, Allah bunları bəyənir. Sən narahat olma. Qırmızı xına kimi. Canlar, biz üstüm yağ oldu. Evde yoktu. Neyim? Baş beş nağım var. Dolmamı da biraz servis edeceğim. Deyirəm Ayşən, Belli. kətə eləyəsən, dalınca da təsəlli edəbilirsən, hə? Kız belin incedir ay ince. Yağlayırdım. Kız belin incedir, celepleri gonçadır gonça. Kız belin celepleri gonçadır gonça. Təsəlli samavar çayı. Gedək. Gedək.